İbadə bin Samit radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdu. Kitabı açan oxumayanın, yəni Fatihə surəsini oxumayanın namazı yoxdur. Cumhur alimlərin görüşünə görə Fatihə surəsini namazda oxumaq fərzdir. Hər bir rükətdə. Səssiz namazdır, yəni deyək ki, zöhrdür. Burada da insan Fatihə surəsini özü-özündə oxuyur. Biz Peyğəmbərin sallallahu aleyhi ve sellemin arxasında sübh namazında idik. Peyğəmbər sallallahu aleyhi ve sellem Qurandan oxuyurdu və oxunuş ona bir qədər ağır gəldi. Namazı bitirdikdən sonra dedi, görünür, siz imamınızın arxasında oxuyursunuz, yəni Quran oxuyursunuz. Biz dedik ki, bəli, ey Allah Rəsulu. O buyurdu ki, belə etməyin. Yalnız Fatihə surəsindən başqa. Çünki Fatihəni oxumayanın namazı yoxdur. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu ala əşrafil ənbiyai vəl mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdatan min lisani yefqahu qavli amma ba'd. Aziz ve muhterem kardeşler, ilk önce uca Rabbimiz Allah Subhanahu ve Taala'ya hamsanalar olsun. Bizi müvəffəqiyyət verir. Dinimizi öyrəndik, sahil üzərimizdən qaldırırıq, Allah məclisində iştirak edirik, Allahın mələklərinin məclisində iştirak edirik, salihlərlə bir yerə gəlirik. Üzərimizə düşən vacibləri öyrəndik və bundan sonra da çalışacaq inşallah ki, buna əməl etməyə. Deməli, əziz qardaşlar, bizim dərslərimiz davam edir Allah müvəffəqiyyəti ilə təfsir dərsi. Uca Allahın əzəmətli kitabı Quran-ı Kərimin təfsiri. Allah Teala hansı ki o kitabı insanlara hidayət yolunu göstərmək üçün öz Peyğəmbəri, sevimli bəndəsi Muhammed sallallahu aleyhi ve sellem vasitəsilə göndərmişdi. İnsanları zülmətdən nura çıxartmağa, haqqı nahaqdan bəyan etməyə, insanlara Allahı tanıtmağa. Bu da ki, ən əzəmətli olan da əziz qardaşlar, insanın Allahı tanıması. Və insanın da ən cahil insan odur ki, yer üzündə Allahı tanımayan. Çünki elm nədir? Əslində, həqiqətdə elm odur ki, Allahı tanımaqdır. Allahı öyrənib tanımaqdır. Allahdan cahil qalan insan da nə təqvada, nə ixlasda, nə imanda irəli gedə bilməz. Və təqvasında da, imanında da, ixlasında da problemlərlə qarşılaşar. Tohiddə problemlə qarşılaşır. Hansı ki, o tohidin üç qismi var. Rububiyyətdə, uluhiyyətdə və sifətlərdə problemlər yaşayar. Allahı tanımayan insan. Allahı tanıyan, haqqı ilə tanıyan, doğru düzgün tanıyan insanın imanı da artır. İxlası da artır, ixlaslı olur. İnsan təqvalı olur. Və biz də əziz qardaşlar, hansı ki, əşrafül ulum olan, o dörd elmdən ən əzəmətlisi, ən gözəli olan Quran-ı Kərimin, Uca Allahın qiyamətə kimi qoruduğu kitabı təfsirini, onun izahını, onun mənasını öyrəndik. Yəni, elmlərin içərisində ən şərəflisi budur. Quran-ı Kərimdə hər şey var. Tarix də var, həmçinin əhkamlar da var, tovhid də var, iman da var, ixlas da var, təqva da var, mənhəc də var. Hər bir şey müsəlmana lazım olan, dinindən lazım olan hər bir şey Allah Teala öz kitabında, hətta dünyada insanı dinindən başqa lazım olan şeylərə də Allah Teala kitabında bildirmişdir. Yəni, insanın dünya və axirətdə nə xoşbəxt edəcəksə, Allahın kitabında, Allah Teala öz kitabında bizə bildirmişdir. İnsan xoşbəxtliyi axtarırsa da, həm dünyada, həm axirətdə Allahın kitabından, Quran-ı Kərimdən möhkəm yapışmalıdır. Və onu davamlı formada oxumalıdır. Ən azından 40 gündə bir dəfə xətm etmək lazımdır Allahın kitabını, Quran-ı Kərimi. Çünki Peyğəmbərimiz sallallahu aleyhi ve sellemdən varid olan budur ki, hər bir müsəlman ən azından 40 gündə bir dəfə Quranı xətm eləsin. Əvvəlindən axırına kimi oxusun. Yaxşıdır ki, əlavə olaraq onun da nədir? Tərcüməsini, mənaca tərcüməsini oxusun və təfsiri varsa da təfsirini oxusun və yaxud da dinləsin. Yəni, o hədislər ki var, əhkamlar ki var, hamısı elə Quran nazil olduqca onlar da ortaya çıxıbdır. Yəni, namaz barədə buyurulanda namaza lazım olacaq şeylər ki var. Məsələn, deyək ki, Allah Teala deyir ki, Maidə surəsində namaza durduğunuz zaman dəstəmaz alın deyir.
dəstəmaz almağın əhkamlarını Peyğəmbər sallallahu əleyhi və səlləm bizə bildiribdir. Necə dəstəmaza başlamaq lazımdır, necə dəstəmaz almaq lazımdır, dəstəmazın vacibləri, müstəhəbləri, hamısını bunu bizə bildirir Peyğəmbər sallallahu əleyhi və səlləm. Yəni bu ayə nazil olur, orada nə bildirilir, onun ətrafında da hədislər var. İstir qissə olsun, sir olsun, Peyğəmbərlər barəsində olsun. Peyğəmbər sallallahu əleyhi və səlləm ona izah verir, bu da hədisdir. Elə ən yaxşısı insanın elə Quranla öyrənməsidir hamısına, hər şeyi. Bəli, biri var ki, məsələ insan xüsusi ixtisas olaraq ayrıcana deyək ki, əqidə öyrənsin, fiqh öyrənsin, hədis öyrənsin, bu gözəldir. Yaxşıdır bu. Yəni bir şeydə insan daha konkret ixtisas götürmək istəyirsə də bu gözəldir. Yəni məsələ o mövzu barəsində öyrənin. Elə də asan olur. Əziz qardaşlar, biz Fatihə surəsini, Quran-ı Kərimin anası olan Fatihə surəsini götürürük. Hansı ki, Allahın kitabının hamısı demək olar ki, Fatihə surəsində cəm olubdur. Müxtəsar olaraq deyək. Ona görə Ummul Kitab adlanır. Kitabın əsası, biz keçmişik də 20-yə yaxın Fatihə surəsinin adı var. Kitabın əsası, kitabın anası, kitabın özəyi və digər başqa adları da var. Yəni Ummul Kitab deyəndə, kitabın anası deyəndə, yəni bütün Quran-ı Kərim Fatihə surəsində cəm olur. Və Fatihə surəsinin özündəki ayə ki var, İyyəkə nə'budu və İyyəkə nəstəin, bütün Fatihə surəsi də bu surədə cəm olmuşdur. Ona görə elə bir dənə bu ayənin təfsiri barəsində İbn Qayyim rahimehullah cildlərlə, səhv eləmirəmsə 6, 7 ya 8 cildlik kitab yazmışdır. Fatihə surəsində əziz qardaşlar, təvhid hamısı cəm olubdur. Bütün təvhidin 3 növü ki var, əqidə təvhid Fatihə surəsində, İxlas Fatihə surəsindədir. Və həmçinin də zəlalət əhlindən, şirk əhlindən, bidət əhlindən uzaq olmaq da Fatihə surəsində sonunda var. Əziz qardaşlar, biz keçən dəfə dərsdə dedik ki, Fatihə surəsini namazda oxumaq barəsində biz Allahın izni ilə gələn dərsdə götürəcəyik. Bu dərsdə çox dərinə getməyəcəm mövzu barəsində. Məsələdə əsas da hansı məsələdir? Səsli namazlarda imamın arxasında Fatihə surəsi oxumaq barəsində. Yəni, bu geniş qədimdən müasir vaxta kimi olan geniş bir ixtilafdır. Mövzunun özəyi bu olmadığına görə, bizim dərsimiz konkret olmadığına görə təfsir dərsidir. Bu mövzu da burada olduğuna görə bu barədə inşallah danışacağım Allahın izni ilə. Deməli, əziz qardaşlar, Buxari öz səhih kitabında İbadə ibn Samit radiyallahu anhudan rəvat edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə demişdir. La salata limen lam yaqra bi Fatihətil kitab. İbadə ibn Samit radiyallahu anhu deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Kitabı açanı oxumayanın, yəni Fatihə surəsini oxumayanın namazı yoxdur. Birinci biz hələ Fatihə surəsinin namazda oxunmasının hökmündən danışırıq. O sonraki məsələdir ki, imamın arxasında oxumaq olar, olmazmı? Və alimlər bunu götürüb deyirlər ki, cümhur alimlərin görüşünə görə Fatihə surəsini namazda oxumaq fərzdir. Hər bir rükətdə. Bu, İmam Məlikin, Şafinin və İmam Əhmədin görüşüdür. Fərz deyirlər və rukundur. Və Əbu Hanifənin görüşü isə fərz deməkdir. Deyir ki, vacibdir, rukun yox. Ümumiyyətcə rukun deməyibdir, vacib olduğunu görüşünü deyirdi. Yəni ki, deyir ki, Fatihə surəsini oxumazsa, söhbət fərdi şəxsdən gedir. Kim oxumazsa da onun namazı batil deyil, bu görüşdədir. Amma yəni ki, digər cümhur alimlərin görüşünə görə, əksər alimlərin görüşünə görə ki, namazın rukunudur. Necə ki, başqa rukunlar, namazda 14 dənə rukun var. 9 şərt, 8 vacib. Hətta bəzi alimlər bunu fərdi şəxs üçün Fatihə surəsinin namazda oxunmasının icma olmasını nəql eləyirlər ki, yəni rukun olmasını, icma olmasını nəql eləyir. Bəzi alimlər bu barədə danışarkən belə deyirlər. O ki, qaldı əziz qardaşlar, yəni deyirəm, bu barədə gələn hədislər çoxdur. Fatihə surəsini oxumayan namazı naqisdir, yarımçıqdır, kəsikdir. Bu və digər
hədislər var, ləfslər var. Peyğəmbər sallallahu əleyhi və səlləm müxtəlif sözlərlə bunu demişdi. Bunların içərisində ən güclü olanı, qəti olan dəlil odur ki, bu hədisdir. Lə salətə, namazı yoxdur. Ləm yaqra, oxumayanın bi Fatihətil kitab, kitabı açan, yəni surəni, yəni Fatihəni oxumayanın namazı yoxdur. Hətta Şeyx İbn Baz rahimehullah deyir ki, birdən insan unudarsa, oxumazsa, yəni əgər ki Fatihəni oxumadı, başqa bir surəni oxudu və rükuya gedəndə yadına düşdü ki, bu Fatihəni oxumayıbdı, başqa bir surəni oxuyubdu. Deyir ki, əlavə bir rükətə qalxır, əlavə bir rükət qılar. Fatihə surəsini o rükətdə oxusun deyə. Sonunda isə nə deyir? Səhv səzdəsi eləyir. Çünki rukunu tərk eləyibdir. Bir insan deyir ki, ruku eləmədi namazda və yaxud da səzdəni etmədi. Necə olur, namaza əsirlik verir də, yəni ki, rukunlardan birini tərk eləyir. 14 rukundan birini tərk eləyir. Bu 14 rukundan da birisi nədir? Fatihə surəsidir. Necə ki, onu sən tərk eləyəndə əlavə bir rükət qılırsan, düz məsələ burada da ixtilaf olsa, bir qism alimlər batil görürlər, bir qism alimlər batil görmürlər və deyirlər ki, əlavə bir rükət qılınır. İnşallah səhih olanı da budur ki, əlavə bir rükət qılınır və sonunda da səhv səzdəsi edilir. O ki, qaldı əziz qardaşlar, imamın arxasında səssiz namazda Fatihə surəsini oxumaq. Burada da o dərəcədə elə ixtilaf yoxdur. Cümhur alimlərin görüşünə görə insan səssiz namazdır, yəni deyək ki, zöhürdür, əsrdir, məğrib namazı, sonra 3-cü rükətidir, işa namazının 3-cü, 4-cü rükətidir. Bu səssiz hissəsi və yaxud da ümumiyyətcə səssiz namaz. Burada da insan eləyir, imam özünə hər kəsdə arxada Fatihə surəsini özü-özündə oxuyur, susmur, namazda sus dayanmır, durmur, oxuyur. Hənəfi məzhəbində bu barədə görüşlərdən birisi odur ki, İbn Ömər radiyallahu anhumadan gələn hədisi, İbn Məcənin sünəndə gələn hədisi götürürlər ki, imamın qiraəti məmunun qiraəti. Yəni imamın qiraəti, oxuduğu qiraət məmunun qiraətidir, yəni onu əvəz eləyir. Hətta səssiz namazda, yəni imam oxuyursa da, çünki orada İbn Ömər radiyallahu anhu gələn hədisdə, orada qeyd olunmur ki, səslidir və yaxud da səssiz namazdır. Yəni imamın qiraəti arxadaşının da qiraəti hesab olunur. O da ki, fərq etmir, yəni. O gələn rəvayətə əsasən. Həm yəni ki, imam oxuyursa da söhbət səssiz namazda mövzumuz. Arxadaşının da oxunmasını onu da əvəz eləyir. Yəni onu oxumağa ehtiyac yoxdur. Birinci bu rəvayətə baxsaq əziz qardaşlar, bu rəvayəti Əbu Davud rahimehullah bu rəvayət barəsində danışır, deyir ki, alimlərin hamısı ittifaq eləyiblər ki, bu rəvayət mövqufdur. İbn Ömərə dayanan rəvayətdir. Yəni özünün ictihadından deyiləndir. Birincisi bu, Peyğəmbər sallallahu əleyhi və səlləmin mərfu rəvayətidir. Peyğəmbər sallallahu əleyhi və səlləmin sözü deyil bu. Bu ittifaqdır. Və ikincisi də odur ki, əksər alimlərə görə bu rəvayət ümumiyyətcə zəifdir. Hətta mövquf olsa da belə bu rəvayət zəifdir. Düzdür, bəli, Şeyx Albani İbn Məcənin sünəndə bu hədisi etibarlı hədisi hesab edir, həsən deyirdi. Yəni qəbul olunan hədisi yaxşı hədislərdən hesab edirdi. Amma alimlərin əksəriyyətinə baxsaq, fikir verirsək, görərik ki, əziz qardaşlar, burada hədis birincisi zəifdir, ikincisi də ki, ondan da qabaq, yəni ki, alimlər ittifaq ediblər ki, İbn Ömərin sözüdür, Peyğəmbər sallallahu əleyhi və səlləm sözüdür. Hətta laf fərz etsək ki, bu rəvayət zəif deyil, qəbul olunan ən aşağı məsələ həsən hədisdirsə də, deməli, bu Peyğəmbər sallallahu əleyhi və səlləmin sözü yox, İbn Ömərin ictihadından deyilən sözdür. İndi mövzu nədir? Səsli namaz. Sübh namazı kimi, məğrib namazın ilk 2 rükətidir, işa namazın ilk 2 rükətidir. Dedi ki, bu qədimdən, əziz qardaşlar, indiyə kimi ixtilaf olan məsələlərdəndir. Hətta bu barədə İmam Buxari rahimehullah səsli namazda imamın arxasında qiraət adlı bir kitab yazıbdır. Bu barədə xüsusi kitab yazıb. Orada 20-yə yaxın sahabədən rəvayət gətirir. Orada İbn Ömərin rəvayəti də var. O 20-yə yaxın sahabənin 2 dənə sahabə ki, Əbu Səid əl-Xudridir, bir də ki, İbn Ömərin rəvayəti. İkisi də zəifdir. Səsli namazda imamın arxasında oxumamaq barəsində dəlalət eləyən hədisin zahiri dəlalət eləyir ki, bu hədislərin ikisi də dedik ki, əvvəlcədən də elə danışdıq ki, nədir? İbn Ömərin rəvayəti barəsində zəifdir. Ən azından hətta zəif olmasa da İbn Ömərin ictihadıdır. Əbu Səid əl-Xudri də bu barədə buna bənzər bir söz deyirdi. Onun da nədir? Rəvayəti zəifdir. O yerində qalan ki, o 20-yə yaxın sahabədən dedik bu ikisi çıxsaq,
yerində qalır, yəni 17-18 dənə sahabə, yerində qalan sahabələrin rəvayətinə baxsaq əziz qardaşlar, hamısı, sahabələrin hamısı, hətta onlardan Rəşidi xəlifə olan Ömər radiyallahu anhu, onlardan Əli radiyallahu anhudan rəvayət var, oxumağı əmr eləyir. Hətta tabiin soruşur, deyir ki, ey möminlərin əmri, sən oxusan, məndən oxuyum, deyir. Yəni, sən oxusan, məndən oxuyum, deyir ki, hə, oxu. Hətta belə Ömər radiyallahu anhu ilə, İbn Ömərlə yox, oğlu ilə yox, Ömər radiyallahu anhu ilə belə bu sorğu-sual kimi olubdur. Yəni, soruşubdur bu barədə. Yəni, bundan da güclü, yəni ki, mən də sahabələrin, Buxari rahiməhullahın bu barədə yazdığı kitabı qeyd elədim. Bundan da güclü Peyğəmbər sallallahu əleyhi və səlləm hədisi var bu barədə. Fatihə surəsinin səsli namazda oxumaq barəsində rəvayət var. Sadəcə olaraq Buxari rahiməhullahın bu barədə kitabı yazdığını indi bildirmək üçün deyirəm ki, Buxari rahiməullah bu barədə kitab yazıbdır. Xüsusi bu barədə kitab yazılıbdır və orada sahabələrdən gələn əsərləri, sahabələrin özlərinin fətvaları, bəziləri Peyğəmbər sallallahu əleyhi və səlləm sözləridir. Bir çoxu da nədir? Sahabələrin özlərinin ictihadından deyiləndir. İctihadından deyilən sözlərdir ki, onlardan kimlərsə də tabinlər, insanlar soruşurlar, onlar da o barədə fətva verirlər və Fatihə surəsini səsli namazda cəmaatın arxasında oxumasını qeyd edirlər. Əziz qardaşlar, yaddan çıxmamış deyim ki, bu məsələ müsəlmanlar arasında ayrıcılığa səbəb olmamalıdır. Məsələ deyək ki, ixtilaf olsa da desək, indi də ixtilaf var. Müasirlərdən laf belə qeyd eləsə, Şeyx İbn Baz olsun, Şeyx İbn Hüseyn olsun, deyirlər ki, oxumalıdır. Hər bir halda namaz fərqi yoxdur. Cəmaat namazı qılırsansa da arxada sən oxumalısan. Şeyx Albani'dən soruşurlar, Şeyx Albani isə oxumama görüşündədir. Hətta İmam Əhməddən də iki görüş var. Oxumaq və oxumamaq görüşü də var. Mən deyirəm ki, bu yəni ixtilafa, müsəlmanlar arasında küsüllüyə, böyük mübahisəyə, dartışmaya, davadalaşa gətirib çıxartmamalıdır bu. Yəni bunu, yəni sən namazın batildir deyə, sən düzgün qılmısan, bu kimi şeylərə gətirib çıxartmaq olmaz. Yəni bunu bu və digər bəzi ixtilafları götürür, hansı ki, əhl-i sünnədən böyük ixtilaflı olan məsələlər ki var, onları fiqhi məsələlərdə söhbət, fiqhi məsələlərdən gedir ki, bunu götürüb müsəlmanlar öz aralarında bir-birlərinin ibadətlərinin qəbul olunmaması barəsində ittihamlar etməsi, bir-birlərinə nalayıq söz deməsi və digər hər hansı söz-söhbəti çıxartmaq düzgün deyil. Qardaşlıq haqqı qorunmalıdır, yəni ki, qardaşlıq haqqını tapdalamaq olmaz heç bir vaxtı belə ixtilaflara görə. Deməli, əziz qardaşlar, hədis Əbu Davudun Sunan kitabındadır. İbadə ibn Samit radiyallahu anh deyir ki, Kunna xalfə Rasulillahi sallallahu aleyhi və səlləm fi salatil fəcri. Fəqara Rasulullah sallallahu aleyhi və səlləm fəthəqulət aleyhil qira'a. Fələmmə fərəqə qalə ləalləkum təqra'una xalfə imamakum. Qulna na'am. Həzə ya Rasulallah. Qalə la təf'alu illa bi fatihatil kitab. فَإِنَّهُ لَا صَلَاةَ لِمَنْ لَمْ يَقْرَأْ بِهَا. Deməli, sahabə Peyğəmbər sallallahu aleyhi ve sellemdən cəmaat namazı, sübh namazı və ya da fəcr namazını qılmağını rəvayət eləyir. Hadisəni, namazı qılmağı bizə nəql eləyir. Deməli, deyir ki, biz Peyğəmbərin sallallahu aleyhi ve sellemin arxasında sübh namazında idik. Yəni, sübh namazını Allah Resulü sallallahu aleyhi ve sellemlə bir yerdə qılırdıq. Məscidində bir yerdə onun arxasında namaz qılardı. Peyğəmbər sallallahu aleyhi ve sellem Qurandan oxuyurdu və oxunuş ona bir qədər ağır gəldi. Namazı bitirdikdən sonra dedi, görünür, siz imamınızın arxasında oxuyursunuz. Yəni Quran oxuyursunuz. Yəni, arxadakılar oxuduğuna görə Peyğəmbər sallallahu aleyhi ve sellemə elə bir sanki mani olurlar da, hər özündə oxuyur, biraz uca səsli oxuyur deyə, o elə bir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemə biraz ağır gəlir, maniyetçilik törədirlər. Biz dedik ki, bəli, ey Allah Rəsulu, o buyurdu ki, belə etməyin. Yalnız Fatihə surəsindən başqa, çünki Fatihəni oxumayanın namazı yoxdur. Peyğəmbər sallallahu aleyhi ve sellem burada nəyə əmr eləyir? Fatihə surəsini oxunmağını əmr eləyir. Və başqa səsli namazlardan söhbət gedir. Başqa Fatihədən başqa surə oxumağı qadağan eləyir. Elə buna dəlalət eləyən Ərəf surəsi, əziz qardaşlar, sonuncu ayə ki var, ayədə Allah Teala deyir ki, وَإِذَا قُرِئَ الْقُرْآنُ فَاسْتَمِعُوا لَهُ وَأَنْصِتُوا لَعَلَّكُمْ تُرْحَمُونَ. Quran oxunduğu zaman
onu dinləyin, yəni susun, onu dinləyin. Bəlkə bununla nədir? Rəhm olunasınız. Ona görə elə bu ayəyə görə də əksər təfsirçilər, çox qəribədir ki, əksər təfsirçilər bu ayəni götürüb deyiblər ki, bu ayə namazda, səsli namazda imamın arxasında qiraəti qadağan eləyir. Və hətta onlar ümumiyyətlə Fatihə surəsinin də oxunmağını, yəni ki, oxunmamağını qeyd edirlər. Amma bizim əlimizdə indi oxuduğumuz hədis ki var, Əbu Davudun Sünən kitabında ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, imamınızın arxasında oxumayın, yəni belə eləməyin. Nədir? Fatihə surəsini oxuyun, çünki Fatihə surəsini oxumayan namazı yoxdur. Bu hədisi Əbu Davud rəvayət edibdir öz Sünən kitabında. Hədisin hökm barəsində susubdur. Ümumiyyətlə Əbu Davudun Sünən kitabında hökm verməsi demək olar ki, nadir şeydir. Hədislər rəvayət edibdir, susubdur. Və başqa bir yerdə Murasalət kitabında isə Əbu Davud deyir ki, hansı ki Sünən kitabında hansı hədislər ki var, o barədə mən susmuşam, o hədislərin hamısı səhihdir. Fikir versə Tirmizi rahimehullah, Buxari Müslimi çıxsa Tirmizi rahimehullah öz Sünən kitabında hədislərdən sonra hədis barədə danışır. Həsəndir, səhihdir, Həsən qaribdir, Həsən səhihdir, danışır. Hətta bu barədə hansı başqa sahabələrdən rəvayət gəlib, o sahabələrin adını da qeyd edir. Amma Əbu Davud susubdur. Şeyx Albani bu rəvayəti zəif deyirdi. Amma baxsaq görək ki, bütün digər alimləri, əziz qardaşlar, fikir versək, digər alimlərin hamısına fikir versək, hamı bu hədisə səhih və yaxud da həsən deyiblər. Hətta Tirmizi rahimehullah bu barədə danışanda hədisin səhih və yaxud da həsən olduğunu qeyd edibdir. Tirmizi rahimehullah öz Sünən kitabında buyurur ki, deməli bu hədis ki var, əvvəl dediyi Ubədə ibn Samit radiyallahu anh hədisi ki, Fatihə surəsini oxumayanın namazı yoxdur barəsində deyir ki, bu mövzuda Əbu Hüreyrədən, Aşədən, Ənəsdən, Əbu Qatədədən, Abdullah ibn Amrdan, sonra möminlərin əmri Ömər ibn Xattabdan, Cabir ibn Abdullahdan, İmran ibn Hüseyndən və hətta deyir Əli ibn Əbi Talibdən də rəvayətlər vardı. Və deyir ki, İbn Mübarəkın, Şafinin, Əhmədin və İshaqın görüşü də budur ki, Həsən el-Basrinin də görüşü də budur ki, səsli namazda insan imamın arxasında Fatihə surəsini nə eləməlidir? Oxumalıdır. Bəli, o hansı ki rəvayətlər ki var, rukuya gəlib çatırsa və həmən o rükətdə Fatihəni oxumayıb axı, təzədən əlavə rükət qılmır. Və yaxud da səhv səzdəsi. Ümumiyyətlə, imamın arxasında namaz qılanda səhv səzdəsi yoxdur. İnsan deyək ki, vaciblərdən birini tərk elədi. Məsələn, səzdədə və yaxud da rukuda olanı oxumadı. Tək olsan sənə nə düşür? Səhv səzdəsi. İmamın arxasında qılırsanız deyə düşmür bu. Səhv səzdəsi olmur. O ki qaldı, bu xüsusidir. Bu xüsusi, yəni ki, bu istisnadır ki, biz bilirik ki, istisna var. İstisnadır ki, insan, bu da yəni ki, rəhmət olaraq, yəni asanlıq olaraq qeyd olunubdur ki, əziz qardaşlar, insan deyək ki, gəldi rukuya çatdırsa, hər hansı bir rukuya gəldi çatdırsa, o həmən o rükət Fatihə surəsini oxumasa da belə nə eləyir? Həmən o rükət sayılır. Onu əlavə qılmırsan, ona görə də səhv səzdəsi düşmür. Bu xüsusiyyəti bildirir. Ərəf surəsində oxuduğumuz ayədə həmsinin nədir əziz qardaşlar? Fatihə surəsindən sonra oxunan surə və ayələrin dinlənməsini bildirir. Çünki Peyğəmbərimiz sallallahu aleyhi ve sellem rəvayətdə ki var, Ubədə ibn Samit radiyallahu anh rəvayətində deyir ki, görürsünüz, sahabələr də oxuyurdular və bu da oxuyur və ağır gəlir və deyir ki, belə eləməyin. Qadağan eləyir və deyir ki, yalnız nədən? Fatihədən başqa. Çünki Fatihə surəsini oxumayanın, kitab açan surəni oxumayanın namazı yoxdur olduğunu Peyğəmbərimiz sallallahu aleyhi ve sellem qeyd eləyir. Bu mövzuda gələn ən güclü, ən yaxşı hədis budur. Hətta bu barədə müasir alimlərdən hansı ki Əş-Şamil Əl-Kəmil kitabını toplayıb Peyğəmbər sallallahu aleyhi ve sellemdən varid olan yeganə adamdır ki, bütün səhih hədisləri toplayıb Peyğəmbər sallallahu aleyhi ve sellemdən bir yerə. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellemdən
bir yerə toplanıb yazılan səhih hədislər toplusu bir kitab yoxdur. Bəli, Buxari var, onun şərtinə uyğun olaraq səhih hədislər yazılıbdır. Muslim də özünün şərtinə əsasən. Amma səhih hədislər yalnız Buxari və Müslimdə deyil axı. Buxari və Müslimdən də başqa digər kitablarda da var. Nəinki o 6 kitab. Yəni Əbu Davud olsun, Tirmizi olsun, Nəsai olsun, İbn Məcə olsun və digər kitablarda da var. Yəni hədis kitabları bundan kifayətlənir yox. Daraqutninin, Dəriminin Sünən kitabları var. İbn Xuzeymənin, İbn Hibbanın hədis kitabları var. İmam Əhmədin ən böyük Musnad kitabı var. Və digər, yəni Tabaraninin kitabları var, Mucam. Kiçik, orta, böyük, muazzam hədis kitabları var. Və digər hədis kitabları var, əziz qardaşlar. Yəni orada da səhih hədislər var. Sadəcə Buxari və Müslim yalnız o kitaba səhih kitabları, səhih hədislərin yığmağı özlərinin qarşısına məqsəd qoyublar və özlərinin də qoyduğu səhih, yəni ki, hədis elmin əhlinin ittifaq etdiyi hansı ki qaydalar var. Onlar onunla, yəni ki, biraz da ağır şərtlər üzərində şərt qoyub o hədis kitabını yazırlar. Amma deməyiblər ki, bizim burada yazdığımız hədislərdən başqa yerində qalan hədislər heç biri səhih deyil, belə bir şey deyilməyibdir. Heç kim də bunu iddia edirsə, bu yalancı adamdır. Heç kim əhlüsün alimdən də bunu da deməyibdir ki, yəni Buxarinin məqsədi bütün səhih hədisləri ora toplasın. Bəli, şərtlə, ağır şərtlər olanı Buxari qoyur, ən ağır şərti, sonra da ondan da biraz aşağı İmam Müslim qoyur və səhih hədisləri toplayın. Amma oradan da başqa səhih hədislər var. Müasirdə harası 12 cildlik kitabdır. Əş-Şamil Əl-Kamil kitabıdır ki, və ya da Əl-Kamil Əş-Şamil kitabıdır ki, Peyğəmbər sallallahu əleyhi və səlləmdən varid olan bütün səhih və həsən hədisləri toplayıbdır. Orada şeyx danışır, deyir ki, bu xüsusən də bu Əbu Davudun bu rəvayəti barəsində Ubadə ibn Samit radiyallahu anhun hədisi ki var, Peyğəmbər sallallahu əleyhi və səlləm arxasında sübh namazını qılanda qiraət barədə deyir ki, bu barədə danışanda deyir ki, bu hədis mütabəət yolu ilə həsən dərəcəsinə və ya da səhih dərəcəsinə çatır. Biz bilirik ki, zəif hədis 2 yolla zəiflikdən yuxarı dərəcəyə qalxa bilir. Bir şahidlik yoluna, bir də mütabəət yoluna. Mütabəət isnad üzərindən olan. Yəni, mütabəət yolundan olan, isnad üzərindən olan hədisin dərəcəsi yuxarı qalxması şahidlik yolundan olandan daha üstündür, daha etibarlıdır. Ona görə bu əksər alimlər bu barədə danışanda, bu Əbu Davudun bu rəvayəti barəsində danışanda deyirlər ki, bu hədis səhih və yaxud da həsən hədisdir. Etibarlı hesab eləyiblər. Ubadə ibn Samitin bu sübh namazında olan Peyğəmbər sallallahu əleyhi və səlləmin deməyi ki, Fatih surəsini oxumayanın namazı yoxdur. Yəni, xülasə odur ki, əziz qardaşlar, istəyir fərz namazı olsun, istəyir nafilə namazı olsun, istəyir cəmaət namazı olsun, istəyir səsli, istəyir səssiz namazda Fatih surəsi imamın arxasında oxunmalıdır. Fərzdir, rukundur. İndi o kim ki, başqa görüşdədir, hansıdır elm əhlindən soruşubdur, o da özünün qani olduğu görüşə görə, əlinin çatdığı dəlillərə görə elə bir söz deyibdir. Yəni ki, onun iştihadıdır. Hər kəs səhv də eləyə bilər, düz də eləyə bilər, əziz qardaşlar. Yəni ki, bu barədə ən gözəl Muhammed Əmin Şinqiti rahimehullah öz Əvdaul Bəyan kitabında, Quranın təfsiri kitabında çox gözəl söz deyir, elə bir yekun kimi deyim. Ən gözəl söz elə deyibdir. Yəni, bu ixtilaflar barəsində danışır, deyir, baxsan dəlillərə, baxsan, bu görüşdə var, bu görüşdə var, bu dəlillər də var. Deyir ki, ən yaxşısı, ən gözəli olan odur ki, ehtiyat baxımından ən yaxşısı olan oxumaqdır, deyir. Sən ehtiyatı götürüb oxusan, yəni bidət eləmirsən, səhv eləmirsən, çünki bu barədə rəvayətlər var. Yəni, ixtilaflı olsa da, dartılaşılası rəvayətlər olsa da, sən burada səhvə yol vermirsən. Amma deyir, oxumamaqda hər hansı ehtimal ola bilər, deyir. Bəli, o görüş də var, deyir. Yəni, o inkar eləmir o biri görüşü. Bu biri görüşü də, yəni birdən o birisi görüşünə götürəsən, deyir ki, yəni ki, Peyğəmbər sallallahu əleyhi və səlləm o hədisinə daxil olarsan, hansı ki, ümumi deyir ki, La salata liman lam yaqra bi Fatihatil kitab, deyir ki, Fatih surəsini oxumayanın namazı yoxdur, hədisinə insan girə bilər. Yəni, çünki bu səhih hədisdir. Səhih, qəti bir hədisdir və sarih, açıq, aydın bir hədisdir və burada, yəni ki, fərqi yoxdur ümumi xüsusi, imamla və təhliq qılınmaqda, yəni ki, bir fərq qoyulmayıbdır. Ona görə ən gözəli
Muhammed Əmin Şinqitinin dediyi sözdür ki, ən yaxşısı ehtiyatını tutub oxumaqdır. Hətta Əbu Hüreyrə radiyallahu anh, yaxşı deyək ki, bu oxumaq istəyir, imam da imkan vermir. Bəzən görsən ki, Şafi məzəbində var, fasilə verirlər. Bu fasiləyə bir dəlil yoxdur. İmam, yəni ki, qutarandan sonra, Fatihə surəsini qutarandan sonra birbaşa başqa surəyə və ya da ayəyə başlaya bilər. Yaxşı, arxadakı necə oxusun? Bu barədə də Əbu Hüreyrə radiyallahu anhudan səhih əsər var ki, və digər başqa sahabələrdən də, hətta dedi axı, Ömər radiyallahu anhun özündən də belə. Deyir ki, mən imam imkan vermir axı. İmam imkan vermir, deyirsən oxu deyir. Bəzi alimlər deyirlər ki, imam fasilə verirsə, arada susursa da oxu, susmursa da oxuma və yaxud da susursa da bu görüşdə var ki, sustu, oxudum, oxumaya başlayanda dayan, bu görüşdə var. Deyirəm, bu barədə çoxlu görüşlər, sözlər danışıqlar alimlər. Yəni ki, ən gözəli olan odur ki, baxsaq sahabələrdən gələn fətvalara baxsaq, fikir versək görərik ki, imamın qiraətindən sonra oxumağa deyiblər. Yəni, susursan, imam Fatihəni oxuyur, amin deyilir, sonra hər kəs özündə oxuyur bunu, söhbət səsli namazdan gedir. Səssiz namazda sən imamı eşitmirsən, hər kəs özündə oxuyur, heç kim bir-birinə olsa mane olmur. Söhbət səsli namazdan gedir ki, amin deyəndən sonra hər kəs özündə tez Fatihə surəsini oxuyur və ondan sonra nə eləyir? İmamı dinləyir. Ondan sonra hər hansı surəni oxumaq olmaz. Həm oxuduğumuz Əbu Davudun hədisinə əsasən, həm də ki, Quran-ı Kərimdə Əraf surəsinin gələn, axırıncı ayələrində gələn ayə əsasən Quran oxunduğu zaman susun, onu dinləyin, bəlkə rəhm olunasız ayəsinə əsasən. Yəni ki, üstün rəy görüş budur ki, insan səsli namazda və həmçinin də Muhammed Əmin Şinqitinin dediyi görüşə əsasən də ehtiyat olunması görüşə görə də odur ki, insan oxusun. Amma kimsə də oxumursa da biz demirik, onun namazı batildir demirik. Məsələnin daha yəni haqqa yaxın olanı, dəlillərə baxsaq, hədislərə baxsaq, həmçinin sahabələrdən soruşulan fətvalara baxsaq, görərik ki, yəni ki, haqqa yaxın olanı, daha doğrusunu Allah bilir ki, oxumaq rəyi daha güclüdür. Yəni, cumhur alimlərin, əksər alimlərin də ümumiyyətcə görüşü də, sahabələrdən sonra gələnlərin də görüşü də olur ki, şəriət oxumağı bildirmişdi, buyurmuşdu əziz qardaşlar. İnşallah bundan kifayətlənək. Daha doğrusunu Allah bilir. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi eşidib faydalananlardan etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi öz dinində fəqihlərdən, dərin bilgi sahiblərindən etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizim bütün günahlarımızı bağışlasın, bizi əfv etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi daimi harada olursa olaq qorusun, hifz etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi burada yığıb cəm etdiyi kimi uca cənnətdə sevimli Peyğəmbər Muhammed sallallahu əleyhi və səlləm yanında bizi yığsın, cəm eləsin, toplasın. Daha doğrusunu Allah bilir. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi ecmaîn. Subhanakallahumma bihamdik, eşhedü en la ilahe illa ent, estağfiruka və etubu ileyh. Burada da o dərəcədə elə ixtilaf yoxdur. Cumhur alimlərin görüşünə görə insan səssiz namazdır. Yəni deyək ki, zöhrdür, əsrdir, məğrib namazı sonra 3-cü rükətidir, işa namazının 3-cü, 4-cü rükətidir. Bu səssiz hissəsi və yaxud da ümumiyyətcə səssiz namaz. Burada da insan namazı bitirdikdən sonra dedi, görünür, siz imamınızın arxasında oxuyursunuz.